Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Azərbaycan ədəbiyyatı üçün mühüm və diqqət çəkən bir xəbər yayılıb. 1001 qrup üzvünə prezident təqaüdünün verilməsi gənc ədəbi mühitdə böyük maraq doğurub. Bu qərar xüsusilə də gənc şair və yazıçıların yaradıcılıq fəaliyyətinə verilən dəstəyin davamlı xarakter daşıdığını göstərir. Məlumata görə bu təqaüdə aibdə təmsil olunan 20 nəfər gənc şair və yazıçıya şamil olunub. Bu say təsadüfi deyil. Rəsmi açıqlamalarda qeyd edildiyi kimi bu proqram çərçivəsində hər il standart olaraq 20 nəfərin seçilməsi nəzərdə tutulur. Bu isə onu göstərir ki, proses müəyyən qaydalar və kriteriyalar əsasında həyata keçirilir və sistemli xarakter daşıyır. Qəybnin mətbuat xidmətinin rəhbəri bu məlumatı təsdiqləyərək bildirib ki, müəyyən yaş kateqoriyasına aid olan gənc ədiblər bu təqaüdə layiq görülür. Bunun sözlərinə görə bu təşəbbüs gənc istedadların stimullaşdırılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi və ədəbiyyata marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla belə təqaüdə layiq görülən şəxslərin siyasi ictimaiyyəti açıqlanmır. Bu məqam bəzən müzakirələrə səbəb olsa da, qurum tərəfindən bu qərarın daxili seçim mexanizmləri ilə bağlı olduğu vurğulanır. Yəni seçim prosesi müəyyən qiymətləndirmə meyarları əsasında aparılır və nəticələr daxili qaydada təsdiqlənir. Təqaüdün şərtlərinə gəldikdə isə bu maddi dəstək 1 il müddətinə təyin olunur. Hər bir seçilmiş gənc yazar aylıq 200 manat məbləğində ödəniş alır. Bu məbləğ böyük görünməsə də, xüsusilə yaradıcılıqla məşğul olan gənclər üçün mühüm motivasiya vasitəsidir. Çünki ədəbiyyat sahəsində fəaliyyət göstərən insanlar üçün sabit gəlir mənbəyi hər zaman asan əldə olunmur. Bu cür təşəbbüslər həm də ölkədə ədəbi mühitin canlı saxlanmasına xidmət edir. Gənc yazıcı və şairlərin dəstəklənməsi onların daha fəal işləməsinə, yeni əsərlər ortaya qoymasına və milli ədəbiyyatın inkişafına töhfə verməsinə şərait yaradır. Eyni zamanda bu gələcəkdə daha böyük ədəbi uğurların əsasını qoyur. Ümumilikdə prezident təqaüdünün gənc ədiblərə verilməsi Azərbaycan ədəbiyyatının gələcəyinə yönəlmiş mühüm addım kimi qiymətləndirilə bilər. Bu, həm istedadların üzə çıxarılması, həm də onların qorunub inkişaf etdirilməsi baxımından vacib rol oynayır. Fonda isə belə bir nəticəyə gəlmək olar ki, yaradıcılıq sahəsində uğur qazanmaq təkcə istedaddan deyil, eyni zamanda dəstək və motivasiyadan da asılıdır. Bu kimi təşəbbüslər isə gənclərin öz yolunda daha inamla irəliləməsinə kömək edir və onları yeni zirvələrə doğru ruhlandırır.